Salam dostlar, gününüz xeyirli olsun. Bugün sizlərlə birlikdə Kenguru 5-ci 6-cı sinifin final suallarına baxacaq. 2025-ci ilin final suallarına baxacaq və bu videonu hazırda bilməm hansı tarixdə izləyirsiniz, amma böyük ehtimal ki, bunun sonradan restore olunmuş forması olacaq. Biz imtahandan dərhal sonra uşaqlardan sadəcə kitabçaların şəkillərini çəkib biz bunu PDF formasına çevirib buradan suallara baxacaq. Amma yenə deyirəm, böyük ehtimal ki, artıq bunun sizin də bunu çox uzun müddət sonra izləyirsinizsə, böyük ehtimal bunun artıq səhifədə restore olunmuş forması var. Belə isə başlayaq yubanmadan, elə birinci sualdan başlayaq. Deməli, deyir ki, bəs 3-cü şəbəkənin 9 kvadratı mavi, ağ və yaşıl rənglərlə rənglənməlidir. Samir onlara aşağıdakı kimi rənglənmişdir. Ortaq tərəfi olan iki kvadratın eyni rəngdə olmaması üçün ən az neçə kvadrat yenidən rəngləmək lazımdır. Məsələn, bu deyir ki, bəs onlarla eyni olmasında bunu neynəmək olar? Bunu yaşıl eləyərik. Bunu yaşıl eləyərəm ki, bəs eyni rəngdə olmasınlar. Yaşıl deyib də qırmızı ilə yazmağım. Burada da 2 dənə yaşıl üst-üstədirsə, burada nə eləyərəm? Mavi rəng versəm kifayət edir ki, yəni bu fərqli rəngdə olacaq, artıq heç biri eyni rəngdə olmamış olacaq. Yəni ikisini yenidən rəngləmək kifayət edir. Burada birdən B-ni götürərəm. 2 dost 2015 qozu heç birini paylaşmadan yedilər. Aşağıdakı ifadələrdən hansı doğru ola bilməz? Bir dost digərindən 25 qozu daha çox yedi. Bir dost digərinin yediyi qoz sayının 4 qatını yedi. Bir dost digərinin yediyi qoz sayının 3 qatını yedi. Aha. 2 də burada fikir var. Bunlar biraz diqqətimi çəkdi. Bir dost bütün 2015 qozu yedi. Yuxarıdakilərdən heç bir 2015 qozu heç birini paylaşmadan yedilər. Deməli, 4 qatını yeyibsə, biri x yeyibsə, biri deməli nə yeyibdir? 4x yeyibdir, düzdürmü? Bu zaman bu 5-ə bölünürsə problem deyil, amma biri x, biri 3x yeyibsə, bunların cəmi 4x elədiyinə görə 4-ə bölünməlidir ki, 2015 4-ə bölünmür. Dərhal cavab elə nədir? C variantıdır, digərlərində sıxıntı yoxdur. Keçdik 3-ə. Bir böcək düzbucaqlı içində həm şaqili, həm də füqi hərəkət edə bilər. Sağ tərəfdəki qonşu xanaya keçərkən böcəyin çəkisi 2 dəfə artır. Deməli, 2 dəfə artır. Sol tərəfdəki qonşu xanaya keçərkən böcəyin çəkisi 2 dəfə azalır. Yəni, əvvəlkinə qayıdır. 3 dəfə. Deməli, yuxarı 3-dür. Sağ 2-dir. Sol böl 2-dir. Yuxarıya doğru 3 dəfə artır. Aşağıdakı qonşu xanaya keçərkən böcəyin çəkisi 3 dəfə azalır. Bölünsün 3. Aha. Çəkisi 3 dəfə azalır. A xanasından başlayaraq böcək B xanasına gedib, B xanasının onun çəkisi 2016 qramdır. A xanasının onun çəkisi nə qədər idi? Burada deməli 2016-dırsa, biz o prosesləri nə edəcəyik? Geriyə doğru getdiyimizə görə bu şəkildə davam etdirək. Deməli, aşağıya doğru düşdüyümüzdə bunun bölünsün 3 bölünsün 3 deməli 2016 bölü 3 təkrar bölü 3 böl 2 böl 2 böl 2 böl 2 bölünsün elə birbaşa mən burada 16 yazımda 1, 2, 3, 4 dəfə 2-yə böləcəm də. 2016-nı bir 9-a böləcək, bir 16-ya böləcək. 2016-nı deməli böldük əvvəlcə nəyə? 9-a. Buradan aldığım deməli 2 dəfə 18, 21 içərisində təkrar 2 dəfə 18, 36, 4 dəfə 224-ə böləcəyində 16-ya. 22 içərisində bir dəfə çıxdıq 16-nı qaldı 64-cüsünə 4 dəfə 14 qram. Cavablarda 14 qram yoxdur, cavab olacaq nə? Y variantı olacaq. Günel verilmiş şəkli kopyaladı, lakin rəngləri dəyişdi. Qırmızı rəngi yaşıl, yaşıl rəngi mavi və mavi rəngi qırmızı etdi. Of, bu şəkildə biz bunu çətin tapaq, amma baxaq da. Görək, burada düşək, çünki şəkil o qədər də yaxşı deyil. Qırmızı rəngi yaşıl etdi. Qırmızı rəngi yaşıl etdisə, arxa fon yaşıl olacaq. Bunları çıxdıq.
Yaşıllar qırmızı olmalıdır. Yaşıllar nə olub? Yaşıl rəngi mavi. Burada yaşıl qırmızı oldu. B də getdi. Əfsi avtomatik qaldı D variantı. Heç çıxdaşla tapdıq. Heç ehtiyac olmadığı qədər dərindən baxmağa. 5-dən mərziyə bu ay 120 avro xərcləyib və xərclərini bu şəkildə bölüş. Xərclərini bu şəkildə. Bunlar 100% Google Translate ilə tərcümə edirlər. Yəni mən başqa bir şey bu nə cümlə deyil. Zaten 3-4-cü siniflərin bilməm baxmısınız, 3-4-cü sinifləri yeni çəkmişəm. Ondan zaten əsəbi gəlmişəm bu dəqiqə 5-6-lara görə. Burada bizi nə gözləyir? Uşaqlar çıxanda məktəbdən sadəcə bəzi suallara biz baxdıq birlikdə, yəni hamısına baxmadıq, amma yəni sonra baxandan sonra kifayət qədər əsəbləşdiribdi məni. Ağ vuran hətta, yəni birincisi Azərbaycanda keçirsən də sən bu imtahanı, səndən başqa varmı bunun final mərhələsini keçirən? Mən niyə avro görməliyəm burada? Yəni niyə Azərbaycan manatı yoxdur? Nəysə, o qədər problem var ki, bilmirəm ki, nəyə erişib. Bu dəqiqə gözlərin üstündə qaşları var deyə əsəbləşirəm yəni. 120 avro xərcləri və xərclərin bu şəkildə bölüşdürülüb. Xərcləri bu şəkildə bölüşdürülüb ya da xərclərini bu şəkildə bölüşdürüb. Hər ikisində həm yiyəliyi göstərib, həm mənsubiyyət, məhsul vermək möhtəşəm. Hədiyyələrə 40 avro, kinoya 20 avro, musiqiyə 15 avro və geyimə 45 avro. Hər sektorda bu xərclərə mütənasib olan bucaq ölçüsünü əks etdirən bir dairəvi qrafik format yaratmaq istəyir. Musiqi sektorunun bucağı nə qədərdir? Deməli, okey. 120 avro xərcləyib 40, 20, 45, 15 bunları okey bildik. Musiqiyə qalanı gəlin tapaq. Yəqin ki, musiqiyə burada veriblərmi? 15 euro. Nə gözəl. Ümumilikdə bu bütöv bir dairə olduğuna görə avtomatik olaraq nə deyim? 120-360 dərəcənin bütövünü olur. Və bunun isə 15-i musiqiyə düşür. Musiqinki isə X olur. Yəni X buradan avtomatik olaraq bu şəkildə yaza bilərik. X bərabərdir 360 vurulsun 15 bölünsün 120, 360 120-yə böldük 3, 3-ü də 15-ə vurduq rədənəm 45. Burada özlərim yazılmış görürsən, uşaqlar mı yazıblar onu tam bilmədim, amma belə 45 dərəcə birbaşa tapmaq olur əlavə hesabata ehtiyac olmadan. Bir sinifdə şagirdlərin 50% riyaziyyat müsabiqəsində iştirak edir, 60% isə idman müsabiqələrində iştirak edir, 20% həm riyaziyyat həm də idman müsabiqələrində iştirak edir. Bu sinifdə şagirdlərin neçə faizi nə riyaziyyat nə də idman müsabiqələrində iştirak etmir. Deməli, 50% riyaziyyat müsabiqəsində iştirak edir, 60% isə idman müsabiqələrində iştirak edir. 20% həm riyaziyyat həm də idman müsabiqələrində iştirak edir. Belə bu tipli misal gördüyümüz zaman dərhal ilk ağlımıza nə gəlir? Ədəd vermək ən rahatıdır. Çünki biz özümüzdə görək həmin o ədədi. 50% riyaziyyat müsabiqəsində iştirak edir. Deməli, riyaziyyatda iştirak edənlərin sayı olsun 50, idmanda iştirak edənlərin sayı olsun 60. İdman 20% həm riyaziyyat həm idmanda iştirak edənlərin sayı ilə olsun 20. Faizi birbaşa ədədlərlə götürdüm ki, daha rahat görə biləsiniz siz də. Həm də idman müsabiqələrində iştirak edir. Bütün sinifdə şəhərin neçə faizində riyaziyyatda iştirak edilmir. Deməli, 50-nin üstünə gəldiyi 60-ı tam olaraq 110 nəfər olmuş oldu. Deməli, bunlardan 20% həm riyaziyyat həm də idman müsabiqələrində iştirak edir. 20 nəfər hər ikisində iştirak edir. Bu səbəbdən də 110-dan çıxıram mən 20-ni, yerdə qalır neçə? 90 nəfər. Deməli, ümumilikdə müsabiqələrdə iştirak edənlərin sayı 90 nəfərdir. Hansı ki 100 nəfərdən onu iştirak etmir ki, siz bildiyiniz kimi birbaşa faizlərlə də biz bu dəyəri əldə edə bilərdik. Yəni 10% nədir? İştirak etmir cavabımız burada. C variantı olacaq. 7. Gül dükanı buketlər üçün böyük bir sifariş aldı. Onlar sifarişi 6 günün sonunda təhvil verməlidirlər. 2 işçinin sifarişi tamamlanması üçün 15 gün lazım olacaq. Sifarişi vaxtında tamamlamaq üçün 2 işçiyə əlavə olaraq neçə yarımştat işçi işə götürməlidirlər. Yarımştat. İki işçinin sifariş tamamlanması üçün 15 gün lazım olacaq. İşə özümüzdən bir ad verək. 60 olsun iş. 2 işçi 15 günə tamamlayırsa, deməli 2 işçinin gücü nə qədər olur birlikdə? 60-ı böldük 15-ə. 2 işçinin birlikdə olduğu gücü 4, yəni hərəsinin gücü 2-dir də.
Hərəsinin gücü 2-dir. Biz bunu 6 günə tamamlamalıyıqsa 60 bölünsün 6 10 olmalıdır bunların gücləri. Burada nə maraqlı. Bəs bu Zəhranın kitabçasıdır bu arada. Yəni Zəhra da 60 götürmüşük, ona fikir vermədim. Bu tipli misalları biz gücü verməklə və ya işə ad verməklə tapırıq. Yəni ən sadə yolu odur. Riyazi yolu bunun daha uzundur. Bu şəkildə daha rahat tapa bilirik. Deməli bizə lazım ki, gücləri 10-a bərabər olsun. Güclərinin 10-a bərabər olması üçün də baxaq görək biz nə edə bilərik. Deməli bir işçinin gücü 2-dir, digərinin də gücü 2-dir. Bunlar bütöv zamanlı işçilərdir deyə düşünürəm. Bunlar 2-2-dir. Bizim daha nəyə ehtiyacımız var? 10 olması üçün 6-ya ehtiyacımız var ki, bu zamanda üçün 2 işçi əlavə olaraq neçə yarımştat işçi götürməlidirlər. Yaxşı. 6 işçi götürməlidirlər. Çünki yarımştat sözünə görə təhvil mümkün şamkələr üçün böyük bir sifariş var. Onlar sifarişi 6 günün sonra təhvil verdi. 2 işçinin sifariş tamamlaması üçün 15 gün lazım olacaq. Sifarişi vaxtını tamamlamaq üçün 2 neçə yarımştat işçi işə götürməlidir. Yəni burada indi Zəhra 3 götürdü. Çünki bir işçinin gücünü 2 kimi götürdü. Amma yarımştat işçi yarı zamanlı işləyəcək. Onun gördüyü işin yarısını görəcək bunlar. O zaman bunların gücləri 1 olacaqsa 6 nəfərə ehtiyac olacaq. Yəni mən burada 7-yə Y variantı götürürəm. Bir də hər ehtimala qarşı bir yarımştatın mənasını tam öyrənim görüm. Görək bu başqa mənalarda işlənirmi? Geri dönəcəm indi. Bəli, dəqiqləşdirdim. Deməli bəli. Dediyim kimi yarımştat olduğu üçün burada bunların güclərini 1 ilə biz hesablayacağıq. Çünki yarım zamanlı işləyəcəklər. Bunlar işin yarısını yerinə yetirəcəklər. O səbəbdən də 6 olacaq. Burada Y variantı olacaq. B variantı səhvdir. Tamamilə böyük ehtimal ki, bu yarımştat sözünə fikir verməyiblər. 1-dən 5-ə qədər olan tam ədədlərdən hər bir şəkildə olan hər bir fiqur arxasında elə yazılıb ki, oxlar arasında gələn hər iki hesablamanın düzgün nəticəsi olacaq. Yəni bunu avtomatik olaraq elə buradan götürə bilərik ki, 4-ün üstünə gəlib deməli 5. Elə biz də birbaşa gedək buradan yazmaqla. Çıxılsın 1 bərabərdir 8, 4 bölünsün 2 vurulsun 1 bərabərdir 8. Buradan 4 mi yazıbdı görəsən, yoxsa 4 vurulsun 2. Zaten mən hasi olaraq 8-i almaq lazımsa, yəni bölümə yerinə 1 qoyacağımsa, zaten 1-dən 5-ə qədər başqa şansım yoxdur. Yəni bura 4 ilə 2 yazmaq xaricində başqa bir şansım yoxdur. 4 ilə 2 yazaram ki, 8 versin, 8-i də 1-ə bölərəm. Və o şeyi də nə edirəm? Toplamanı dərhal tamamlayaram. Bu deyir, ulduz işarəsinin arxasından ədəd var. Y variantı doğrudur. Sadə bir sual idi, yəni dərhal keçirəm. Fərhad tərəfi 1 olan 6 kvadratdan istifadə edərək şəkildə göstərilən fiquru düzəltdi. Bu fiqurun perimetri nə qədərdir? Bu perimetri kvadratdan tamam, burada belə bir şey verib. Bir tərəfi Fərhad tərəfi 1 olan 6 kvadratdan istifadə şəkildə göstərilən fiquru düzəltdi. Bunun mu perimetrini tapacaq? 1, 2, 3, 4, 5, 6 xırda yerlər var, onlara hərəkət etmirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 dənə bütöv üstə gəlinsin. İndi burada bu xırda hissələr var. Bax, bu xırda hissələri nə etmək lazımdır? Nəzərə almaq lazımdır. Yəni, göstərilən fiquru düzəltdi. Bu fiqurun perimetri nə qədərdir? Yəni, bu tamam, okey. Bunları sayınmışam. Biz də o zaman tələsməyək. Bütövlərə baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə bütövüm var. Üstə gəlsin, indi xırdalara baxaq. Xırdalar deməli, bax, bu və bu. Yerləşdiyi mövqedən asılı olaraq bu, bu xırda və bu xırda. Bunların əslində hamısı birlikdə elə 3'ü verirlər. Bunlar 3'ü verirlər. O zaman mən deməli bunu boşuna saymağıma ehtiyac yoxdur. Bunu saymasam zaten bunlar 3 olacaqlar. O zaman mən nə edərəm? Bayaqki misalından o bir dənəni geri alaram. Çıxaram biri. Üstünə gələrəm 3'ü və yenə də nədir? 12 cavabını əldə eləmişik olur. Bəli, cavab D variantı olur.
Çünki o parça hissələr nə olursa olsun, bütöv bir parçanı biz neçə parçaya bütöv bir hissəni neçə parçaya bölürüksə bölək, o parçalar birləşdirildikdə yenə də əvvəlki formanı eləyəcək, verəcək. Baxmayaraq ki, bunlar ayrı-ayrı mövqelərdədirlər, amma əsas o ki, uzunluq, ümumi uzunluq eynidir. Biz də altdakı ümumi uzunluğu nəzərə alaraq görürəm ki, bu kiçik hissəm buranı verir. Bir yuxarıdakı bax bu buranı verir. Bir yuxarı bütöv buranı verir. Bir sonraki bu hissəni, sonuncu hissəni də bu hissəni verir. Yəni tam olaraq üstlərin hamısı birlikdə zaten 6 bütöv formada verirlər. Çox vaxt itirmək. 10-cu sual 18 və 50 ədədləri 30 ədədinin 18 və 50 ədədləri 30 ədədin olduğu bir dəstədədir. Biz bilirik ki, bu 30 ədədin ortalaması 20-dir. Əgər 18 və 50 ədədlərini dəstədən çıxarsaq, qalan ədədlərin ortalaması nə olacaq? Okay, 18 və 50 ədədləri 30 ədədin olduğu bir dəstədədir. 18 və 50-ni bildim. İkisini bildimsə, yerdə qalan 28-nin nə olduğunu bilmirəm. Onu x kimi götürərəm. Üstə gəlsin 18, üstə gəlsin 50, bölünsün 30. Bunların ortalaması 20-yə bərabərdir. Deməli, o zaman da x üstə gəlsin 18 üstə gəlsin 50-ni birləşdirdik. X üstə gəlsin 68 bərabər olur. 20 vurursun 30, yəni 600-ə. X də buradan bərabər olur. 600 çıxılsın 68-ə. Bu da deyir 500, deməli 32. Aha, sonra nə deyir? Bəs əgər 18 və 50-dən dəstədən çıxırsa, qalan ədədlərdə də olacaq. Bunları çıxardanda yerdə qalan ədədlər 532-dir və saylarda azallaqı 532-ni eləmək lazımdır, 28-ə bölmək lazımdır ki, bu da deyir nə? 19. Cavabımız olur nə? C variantı. 11 A, B, C, D və Y olaraq işarələnmiş 5 dələ ulduzlarla işarələnmiş fındıqları toplayır. Bütün dələlərə eyni anda hərəkət etməyə başladı. Hansı dələ ki fındığı götürər? C-də də yaxındadır. Biri sağında, biri solundadır. Bunda da. Sadəcə B də vardı ortada. Hamısı eyni vaxtda başlasa A-dakı bura qaçdı. 1, 2, 3, 4. Yaxşı mı? 4-cü addımda bura gəlib çatacaq. A-dakı 4 addıma gəlib olacaq. B-dəki isə 1, 2, 3 addıma gəlirsə, orada A-dakı gəlincən gözləyir, orada fındıq yoxdur. Bu elə bir dənə götürəcək. A ola bilməz. B zaten bir dənə götürüb ikinciyə qaydınca. O zaman C olar. Çünki D buna qaçdı 1. Y də buna qaçdı 1. Sonra bunlar geri qaydana qədər C-inki 1 buradan götürüb geriyə qayda götürəcək. Cavabımız C variantıdır. Sadə sual heç buna qədər də vaxt xərcləməyə ehtiyac yoxdur. Necə burada dələ veriblər. Bunlar kenguru xəstəsidir axı. Necə kengurudan söhbət getməyib. Verilmiş fiqurun sahəsi nə qədərdir? Deməli biz bir kvadrat tapacaq. 2-nin 2-yə 4. 5-dən 6-ya 6-dan 7-yə 1, 1 olduğuna görə burada da 1-dən 2-yə gedər. Bu 2-nin 2-yədir. Bu 4 oldu. Buradan 2-nin 1, 2, 3, 4, 5, 6-yadır. 2-nin 6-yadır bu. 12 də bu elədir. Bu birisi 1, 2, 3-ün 1, 2, 3, 4, 5, 6, 7, 8-ədir. Bu isə bir düzbucağının yarısı olduğu üçün 3 vurulsun 8 bölünsün 2, yəni 24 bölü 2. Bu da 12'dir bu arada. Deməli 12, 12, 24, 4, 28 cavabımız olur nə? D variantı. US bəzi 5 ədədi diaqramdakı dairələrə elə yazmaq istəyir ki, düz xətlərlə birləşdirmə 4 düzbucağın təpə nöqtələrinin cəmləri eyni olsun. Yazılan ədədlər arasında fərqli ədədlərin sayı ən çox nə qədər ola bilər? Bəzi 5 ədədi. Yəni burada heç nə yazılmaymış, onu anlamadım mən. Hər ehtimala qarşı Zəhra xanım qızımızın yazdığını biz buradan silək. Tamam.
Deməli, mən bunların deyir ki, bəs 4 üçbucağın təpə nöqtələrindəki yəni məsələn bunun cəmi, bunun cəmi. Okey, belə eləyək də bura A yazaram. B, C, D yazım. Burada nə yazım? Y. Ortaq bir şey tapmağa çalışaq da. A üstə gəl. A üstə gəl. B üstə gəl. Y bərabərdir. Y üstə gəl. B üstə gəl C-yə. B ilə Y zaten sabit olduğuna görə A ilə C-nin buradan bərabər olduğunu gördüm. A, B, C bu D-imizdir. A ilə C-nin bərabər olduğunu gördüm. Deməli bunu da çevirəcəm, eləyəcəm A. Bu da A olsun. A, D, Y, A, D, Y, A, Y, B, A, Y, D. Okey, deməli. İndi bura baxaq görək, burada nə edə bilərik bəs. A, D, Y ilə A, Y, B-nə baxaq. A üstə gəl, D üstə gəl, Y bərabərdir. A üstə gəl, Y üstə gəl, B-yə. Bu zaman yenə də Y ilə A ilə bu səfər B sabit olduğu üçün üzr istəyirəm, A ilə Y sabit olduğu üçün. A ilə Y sabit olduğu üçün bu səfər D ilə B-nin bərabər olduğunu görürük. D ilə də B bərabər olmaq məcburiyyətində. Orada B yazıram. O zaman da mən deməli bura ancaq A, B və Y verə bilirəm. 3 dənə cəmi ədəd verə bilirəm. Cavabımız olur nə? C variantı. Baxaq, bu da okeydir. Rəqəm qoymaqla da eləyə bilərsiniz. Tutaq ki, X və Y sıfırdan fərqli 2 ədəd olsun. X plus Y cəminin qiyməti neçədir? Tamam, baxaq. Görək burada nə baş verib. Baxaq, bunu biz çıxışda da baxmışdıq. Bu sualı orada biz müzakirə etmişdik. Yəni Zəhran desən səhv aldığı qənaətini idi. Səhvlənmirsə cavab 4 olmalı idi. Orada düzdür özümüz hesablamadıq, ChatGPT-yə atmışdıq, amma indi burada məcbur özümüz hesablayacaq. Görək necə olur. Yaxşı, çıxmadı. Deməli, birincidə gəlin bu məxrəcini həll edək. 1 çıxılsın, Y bölünsün, X-dir. Məxrəc X olduğuna görə bunu X-da X kimi yazaram. Olacaq nə? X bölünsün, eyni məxrəcdə X çıxılsın, Y. Üstə gəlinsin, Y bölünsün. Burada da eyni şey, məxrəc Y olduğuna görə Y-də Y kimi yazacam bunu. Olacaq deməli, Y-dən Y çıxılsın, X kimi. Bu da bərabər oldu 4-ə. Deməli, biz bildik ki, məxrəcinə inir, sürətə vurulur. Bunlar yuxarıya qalxacaqlar. Deməli, olacaq ifadə necə? X kvadratı bölünsün, X çıxılsın, Y. Üstə gəlinsin, Y bölünsün, Y kvadratı bölünsün, Y çıxılsın, X bərabərdir 4-ə. Belə olanda da X çıxılsın, Y-dir, bu Y çıxılsın, X-dan. Məxrəcin yerini dəyişib, X çıxılsın, Y yazsa, bura mənfi gəlir, olur nə? X-in kvadratı bölünsün, X çıxılsın, Y çıxılsın, Y-in kvadratı bölünsün, X çıxılsın, Y bərabərdir 4-ə. Eyni məxrəc olduğuna görə eyni məxrəclə birləşdirdiyi var. X çıxılsın, Y məxrəcində. Yuxarıda olur X-in kvadratı çıxılsın, Y-in kvadratı. Bu da bərabərdir 4-ə. Bu da müxtəsər vurma düsturudur. X kvadratı çıxılsın, Y kvadratının açılışı bu şəkildədir. X çıxılsın, Y vurulsun, X üstə gəlsin, Y bölünsün, X çıxılsın, Y bərabərdir 4-ə. X çıxılsın, Y-lər ixtisar gedir, qalır X üstə gəlsin, Y bərabər olur 4-ə. Cavabı buradan 4 almış oluruq. Məsələ bundadır ki, 5-ci, 6-cı siniflər təəssüf olsun ki, müxtəsər vurma düsturunu bilmirlər. Səhvlənmirəmsə 7-ci sinifdə keçirlər müxtəsər vurma düsturu. Yəni sadəcə bununla bağlı bir sıxıntı yaşaya bilərik. Bunu riyazi olaraq getdiyimizdə bir müxtəsər vurma düsturu, ikincidəki məxrəcdəki dəyişənlərin yerinin dəyişməsi ilə, yəni Y çıxılsın, X çıxılsın, Y yazında bunun mənfiyə çevrilib buranın minus eləməsini bilmək lazımdır burada. Yəni bu iki əsası bilsək, bu şəkildə biz riyazi olaraq bunu yerinə yetirə bilərik. Yox, əgər ki biz bunu bilmiriksə, o zaman məcbur yerinə ədəd yazıb yoxlamaq lazım. Yəni riyazi olur, çünki bu şəkildədir və bu 5-6-cı siniflər üçün birazcıq ağır ola bilər bu şəkildə bunun həll olunması. Ki müəyyən yerə qədər bu arada gəlinmiş. Burada sadəcə bunu yox, səhv edilmiş. Birbaşa buna getməməli idi, olmaz. Bir digər tərəfdən də belə düşünmək olar ki, hansısa bir ədədin
nisbətlərini birdən çıxdıqdan sonra özlərinə böldükdə təzədən onları toplayıb 4 alıbsa böyle ədədlərin cəmlərini verir əslində bizə. Yəni oradan da o şeyi tutmaq olar, amma bundan o qədər çox işləməlisin ki, bunu görəndə onu anlaya biləsiniz. Yəni o səbəbdən də bu suala biraz haqq qazandırmaq olar ki, yəni onu bilsəz riyazi olaraq eləməlisiniz, yoxsa əks halda gərək məcbur yeni ədəd qoyub yazasınız. Biz burada C variant tapdıq. Keçək 15-ə. Vüsalın 5 fərqli ədədi var. O bunlardan bəzilərini 2-yə, qalanlarını isə 3-ə vurur. O ən az neçə fərqli nəticə əldə edə bilər? Vüsalın 5 fərqli ədədi var. O bunlardan bəzilərini 2-yə, qalanlarını isə 3-ə vurur. O ən az neçə fərqli nəticə əldə edə bilər? İki ilə 3-ün ortaq ədədlərindən götürsək, məsələn 6-nı, 12-ni almağımız üçün və 18-i götürsək 5 fərqli ədədi var. Onlardan biri 3 olsa 2'ye vuranda 6 alacaq. Burada ədədlər olan yer olsun. Onlardan biri 2 olsa ki 3'e vuranda təzədən 6 alacaq. 3 2 olar. Sonra biri nə olar? 12'ni almağımız üçün deməli ədədlərdən də biri 6 olsa 6'nı 2'ye vuranda İki dənə eləyək ki 12 aldıraq da buna. Biri 6 olar, 2'ye vurup 12 aldırarıq. Bir də 4 olar, 3'e vurup 12 aldırarıq. Yəni ən azından 3, 2, 6, 4 o ən az neçə fərqli nəticə əldə edə bilər. Yəni 1, 2 buradan 100% ala bilirəm ortaq ədədini, amma digərində ya 2'ye ya da 3'e vuranda işləri korlayacağı üçün qalmışam belə. Bəs 18 götürsəydim, 18 2 fərqli formada ala biləcəm ki, mən ala bilməyəcəm. Nə olursa olsun ən az 3 ola bilir də. 3-cü artıq işləri korlayır. Həm də 5 fərqli ədəd deyirək, 3, 2, 6, 4. Artıq bura nə yazsam bunları ala bilməyəcəm. Yəni 2'ye və 3'e vurmaqla ala biləcəyim ədədlər bunlardırsa, təbii olaraq burada mən onu təkrar ala bilməyəcəm. Yəni nə yazsam artıq fərqli bir ədəd olacaq. Tamam. 3 ola bilər ancaq. Məsələn, nə istəyirsə yazaq, 5'i 2'ye də vursam, 3'ü də vursam zaten bunları ala bilməyəcəm. Çünki 2 ilə 3'ün ala biləcəklərini almışam. 6 olsaydı, hə, o zaman da yenə 3 olacaqdı. Çünki 18'i 2 dəfə aldırardım. Yenə bir dəfə 9'u 2'ye vuraraq, bir dəfə də 6'nı 3'e vurduraraq. Hə, o zaman yiyənməzdim. 18 yiyənməsəm də 24 eləyə bilərdim. Çünki 6 ikinci dəfə istifadə olunacağı üçün 18 eləyə bilmərəm, amma 24'ü etmək olarmış. Cüt ədədlər adasında yaşayan insanlar tek ədədlərdən istifadə etmir. Yəni onlar 2, 4, 6, 8. Digər bir səhvlərdən biri bu idi. Yəni cüt ədədlər adasında yaşayan insanlar tek ədədlərdən yox, rəqəm, yəni Google Translate ilə tərcümə etdirməyin. Bunları bir normal bütçə ayırın, yəni redaktorlara tərcümə etdirir. Bəlkə də redaktor belə tərcümə etmək o da bilmirəm. Yəni maraqlıdır. Rəqəm məsələsi var, 2, 4, 6, 8. Çünki cüt ədəd desəydi biz dərhal nə edərdik? Bunu elə 200-cüdə artıq tapmış olardıq. Burada görürsünüz ki, minimum elə 684-dən başlayırsam. Gəlin baxaq. Deməli, ilkin növbədə biz sıfırdan başlayaraq geçsək, sıfırların olduğu sırada bu sadəcə hansılar olacaq? 2, 4, 6 və 8 bu təkliklərdədir. Ardından onluqlarda sadəcə mən 20'ye daxil olanları, yəni 20, 22, 24, 26 və 28'i və bu 40'da da eyni, 60'da da eyni və 80'də də eyni formada davam edəcəyi üçün 1, 2, 3, 4, 5 dənə 5 vurulsun 4, 20, 20 üstə gəlsin 4, tam olaraq 24 dənə olmuş olur. 24 dənə
Bu 0 yüzlüyündə 24'ten olur. 200 yüzlüyündə də 24'ten olacaq. 400 yüzlüyündə də 24 dənə və 600 yüzlüyündə də bu 24 dənə olacaq. Bu şəkildə 4 dənə 24'ün bunlar 96 edirlər. 600'dən sonra gələcəyinə 800, 800 özü 97-ci olur. 800 onların 100-cə də dansıdır. 800 özü 97-ci, 800 2 800 çünki bu 688'də 96'cını tamamladıq. 97-ci 800'dür. 802 97-ci 804 axı 98-ci olur. Sorry 802 98-ci və 804 isə 99-cu olur. Sıfırdan da başlamamışıq axı. Necə oldu biz 804 99-cu aldıq? 100-cü ədədi nədir? 806. Cavablarda 806 yoxdur axı. Bir də baxaq görə nəyə sonutduq ki biz 2 4 6 8 20 22 24 26 28 40'da yeni 60'da yeni 80'de yeni 3 2 5 vur 4 20 24 dənə 0 yüzlüyündə 200'lükdə 200'lükdə 200'ün özü də var axı. 200'ün özü də var. Bu artıq 25 olur. Bu da 25 olur. Bu da 25 olur. Birincidə 24'dür. Bunların özlərində 0'ın özü də daxildir axı. 200'ün özü də var. Yəni 202'dən 288'e qədər 24 dənə idi. 200'ün özü 25-ci olmuş olur. Tamam, okey. O zaman 25 25 25 75 və həmçinin üstünə 24 gəlmişdir. 99 edir bura. Və artıq 800-cü nə olmuş olur? 100 olmuş olur. Yaxşı ki burada bu şeydə ilişdik, yoxsa mən 804 götürəcəydim əgər nəsə o hissəyə fikir verməsəydim. 17. Verilmiş 2 3 6 8 8 sırasında hər bir rəqəm aşağıdakı şəkildə əldə edilir. İlk iki rəqəm 2 və 3'dür. Necə olur? Nə baş verir buradan? İlk iki rəqəm 2 və 3'dür. Daha sonraki hər bir rəqəm sırada özündən əvvəlki iki rəqəmin hasilinin sonuncu rəqəmidir. İki ilə 3'ün hasili 6, 3 ilə 6'nın hasili 8, 6 ilə 8'in hasili 48, 8 ilə 8'in hasili 4, 8 ilə 4'ün hasili 2, 4 ilə 2'nin hasili 8, 8 ilə 2'nin hasili 6, 8 ilə 6'nın hasili, yani bunun hələ ki tərsini olmuş, o düzün olmuş, 8 ilə 6'nın hasili 8, 6 ilə 8'in hasili 8. Tamam, tekrarlanma tapdıq. 8 və yenə 8 ilə 8'in hasili 4 deyə gedəcək. Deməli, tam olaraq təkrarlanma başladığı yer, bax bu hissə dayanmadan təkrarlanacaq. Bax bu hissə dayanmadan təkrarlanacaq. 2017-ci rəqəm hansıdır? Deməli, 2017-dən bu əvvəldəki 2-ni çıxaq, qalsın 2015. 2015'i də bölək 3 3 6-ya. 6 6 getəcəklər bunlar. 2015'i də böldük 6'ya, deməli 20 içində 6 3 dəfə, 18 21'in içərisində yenə 3 dəfə, 18 35'in də içərisində 6 5 dəfə 6 30, qalır 5. Burada yəni 1 2 3 4 5-ci
2 olmuş olacaq. A variantı düz yazıb geçək. Doğrudur. Tamam məsələ belə fərqli yolla gedir. Yox, belə gedir, amma qalığı 4 tapıb maraqlıdır. Fərqli üsulla gedib eyni cavab aldıq. Kengurunu 3 fərqli xana ilə yerləşdirin ki, istənilən 2 kenguru qonşu xanalarda olmasın. 1, 2, 3, 4, 5, 6, 7 yazıb geçək. Nömrələyirsiniz, ən yaxşısı odur. Və ədəd olaraq baxaq. Deməli, 1 ilə başlayaq. 1, 3, 5, okey. 1, 3, 6, okey. 1, 3, 7, okey. 1, 3, 5, 1, 3, 5, 1, 3, 6 və 1, 3, 7. Başqa şansımız var mı? 1, 3 ilə yoxdur. Keçək 1, 4-ə. 1, 4, 6 və 1, 4. 7 şansımız var. 1, 4, 6, 1, 4, 7. 1, 4 ilə işimiz bitdi. Keçdik 1, 5-ə. 1, 5, 7 bir dənədir. 1-lərlə işimiz bitdi. İndi keçdik 2-yə. 2, 4, 6. 2, 4, 6 eləyə bildik. 2, 4, 6. 2, 4, 7 eləyə bildik. 2, 4 ilə işimiz bitdi. Keçdik 2, 5-ə. 2, 5, 7 eləyə bilirik. Sonra ən sonunda da 3, 5, 7 bir dənə eləyə bildik. 3, 5, 7. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 dənə olur. Aha, xanım qızımız hansını yazmayıbdı? 1, 5, 1, 1, 1, 2, 4, 6, 2, 2, 5, 7 yoxdur. Bunu yazmayıb deyə bir dənə əksi alıb. D variantı olacaq 18-dən. Qaldığımız yerdən davam edək. Deməli 19-da deyir ki, Turan nənəsi Nemirəmə Velosipedlə gedərkən ortalama sürəti 15 km/saat idi. Geri dönüşdə isə sürətini elə artırdı ki, bütün səfərin ortalama sürəti 20 km/saat oldu. O hər iki istiqamətdə eyni yolla getdi. Geri dönüş zamanı Turan ortalama sürəti nə qədərdir? Bu tipli suallarda yəni uşaqlar çox vaxt qarışdırırlar. Ortalama sürət ədəd orta ilə eyni şey deyil. Yəni düşünməyin ki, bu 20-dirsə deməli bu 15-dir. Bunun da üstünə 35 gəlib 2-yə böləcəm. Kimi daha doğrusu 35 deməyim də 25 ilə gəlib 2-yə böləcəm kimi düşünməyin, belə bir şey yoxdur. Zaten cavablarda görsə 25 yoxdur. Ümumiyyətlə də bu şəkildə də həll olunmur bu. Yəni bunun deməli hesablama qaydası bu şəkildədir. Deməli V orta bərabər olur V1 T1 üstə gəl V2 T2 bölünsün V1 A. T1 üstə gəlsin T2 bu şəkildədir. Burada deyəsin, bəs mənim zamanlar yoxdur. Biz onun üçün nə edəcəyik? Özümüzdən yola bir qiymət verəcəyik. Ən rahat üsul odur. Yola özümüzdən 60 verək. 60 verməyimiz səviyyədə 20 ilə 15 ilə hər ikisinə bölünməsidir. Turan nənə səviyyədə gedərsən, orta sürəti 15 km oldu. 60-ı 15 ilə gedibsə nə qədər vaxt sərf edibdi? 4 saat vaxt sərf edibdi. Bəs digərini necə tapacaq? Digərini də belə tapa bilərik də. 60-ı əgər ki ortalama sürəti 20 olubsa, 60 bölünsün 20, 3 saat getməyinə, 3 saat gəlməyinə, yəni ümumilikdə 6 saat vaxt xərcləyibdi. Ümumi 6 saatın, 4 saatın getməyə xərcləyibsə, 2 saatında qayıtmağa xərcləyibdi. O zaman V orta, yəni 20 bərabərdir. V1 T1, yəni 15 vurulsun 4, üstə gəlinsin. V2-nin nə olduğunu bilmirəm. V2 vurulsun T2'miz də dediyimiz kimi 6'sı 4'ü belə etsə 2 buna düşür. T2 düsturda istəyirsə burada yazım qalsın. V orta bərabərdir. V1 T1 üstə gəl V2 T2 bölünsün V1 T1 üstə gəlsin T2. T1 üstə gəlsin T2. Bölünsün 6'ya. Ümumi zamanı. Deməli, buradan bərabər olur. 60 üstə gəlsin 2V2 bərabərdir. 60 vurulsun 20, 120'yə. 2V2 də bərabərdir. 120'də 60 çıxdıq qaldı. 60 V2 də bərabər olur nəyə? 30'a bərabər olmuş olur ki, cavabımız burada olacaqdır. B variantı. Yaxşı. Geri dönüşdən Turan ortalama sürəti nə qədərdir? Həmçə deməyib, yəni nə qədər artırmaq və s. lazımdır. Elə bir şey desəydi o fərqli olardı. Fərqli cür yaşardıq. Yusifin 2 qara və 2 ağ düyməsi var. Onlar məsələn həm bircə sonuncu düymənin qara olma ehtimalı nə qədərdir? Birinci və sonuncunun həm birinci həm də sonuncu düymənin qara olma ehtimalı eyni zamanda hər ikisi olmalıdır bu arada. Baxaq. Deməli, ağ, qara, qara, ağ, 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 qara, 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 ağ, qara, ağ, qara, qara, ağ, ağ. Bunlar belə.
Ağ, qara, qara, ağ, 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 qara, qara. Ay, şey unutmuşuq biz. Ağ, qara, ağ, qaranı. Burada bir də qaldı nə? Qara, ağ, ağ, qara. Yəni 1, 2, 3, 4, 5, 6-da 6 dənədən birində ola bilər. Bu D variantıdır. Daha sadə necə tapa bilərdik? Deməli, bunun bir variant olduğunu bildik. Qara, ortada 2 dənə ağ, 2 dənə ağ, bir də qara olduğunu bildik. Kombinasiya düsturundan istifadə edərdik. 4 dənə rəng var. Bunlardan ikisi eynidir. İkisi eynidir. Bu da bərabər 4 faktorialın açılışı 1 vur 2 vur 3 vur 4, yəni 24. 2 faktorial 1 vur 2 və vurulsun 1 vur 2. Bu da deyir 24 bölünsün 4, 6 dənə fərqli kombinasiya var və bu kombinasiyadan sadəcə birində kənarlar qara, ortalar ağ ola bilər. 6 dənədən birində D variantının hər ikisində əldə eləmiş oluruq. Gəldik 21-ci suala. Hə, bu sual da çıxışda orada baxmışdıq. Bunu da birbaşa ChatGPT atmışdıq barı, çünki onu orada həmin anda tələsirdik deyə görə necə bir şey çıxır. O alt deyəsən vermişdi. Səhv eləmirəmsə o alt tapmışdı. Baxa görə biz necə taparıq? 1 bilyard masası 20 sıra və 17 sütundan ibarətdir. Top masanın sağ alt küncündən 45 dərəcə buzaq altına vurulur və masanın kənarlarına dəyir. Topun 30-cu toxunuşda hansı ki, tövbə estağfurullah. Yəni öyle əndirvadi bir cümlə. Burada məsələn tutaq ki, biz də bunu çəksək 20-nin 17-yə. Sütun və sətir ilə çəkə bilərikmi ki bunu? 17 sütun 20. Çəkib tapa bilərik əslində. 20 sıra 17 sütundan ibarəti diagonallarla, amma bu orada necə çəkəcəksən, yəni? Və səliqəli çəkə biləcəksən mən əsası. sıra və 17 sütundan. Bu ədədlər boş-boşuna verilməyib. 45 dərəcə buzaq altına. Buradan başlayır vurmağa. Aha. Səhra bir də belə bir şey çəkibdir. Buradan başlayır vurmağa. Bunu çəkməklə bir yoxlayaq görək necə ola bilər. Elə bir şeyi biz çəkməklə tapa bilərik ki. Çəkməklə tapa bilərik təbii ki də. Çəkə bilərikmi? Daha doğrusu bu daha düzgün olardı. Yəni bunun 1, 2, 3, 4 çox xırda ayar istəyir. Yəni xəttkeşlə falan gərək tapasan ki, bunu necə çəkəcəksən. Elə olanda hə, bunu diagonal boyu məsələn apararsan. Həmin o diagonaldan sonra buradan da diagonal boyu apar. Diagonal boyu bunu davam etdirə bilərsən. Yəni burada hara dəyəcəyilə bağlı, sən nə bilim. Bu şəkildə diagonal boyunca davam etdirmək olar. İndi bu təsadüfən sadəcə çəkirəm. Yəni bu şəkildə bu dayanmadan 45 dərəcə olduğu üçün bu avtomatik olaraq gediş və gəliş 90 dərəcəlik bucaq altında kəsilir. Yəni burada bir 90 dərəcə əmələ gələcək. Bunun gedişlə gəliş ikisi birlikdə 90 dərəcəni verəcək bizə. Amma 30-cunu başqa necə tapmaq olar? Maraqlıdır. Maraqlıdır ki, bunu başqa cür, yəni çəkmədən necə tapmaq olar? Çəkmədən necə tapmaq olar? Çəkmədən tapmaq. Çox saylı ChatGPT ilə apardığım çox saylı müzakirələr sonucunda belə başa düşdüm ki, yəni bunu sadəcə və sadəcə yenə çəkməklə tapmaq olur. Yəni sadəcə bunu çəkib tapa bilirik. Başqa heç bir variantda bunu tapmaq olmur. O zaman deyir çəkək. 17-nin 20-yə belə bir şey çəkdik və bu nə dərəcədə mən səliqəli çəkə bilərəm, özüm də bilmirəm. Mən məcbur bunu fiqurda burada çəkə bilmirəm. Zoomda normalda bunu fiqurla çəkmək olur, burada olmur. 17 sütundan ibarətsə deməli, tam olaraq ortadan 2 dənə götürək belə. 1, 2. İndi bunun tam olaraq ortasından, bunun tam olaraq
ortasından, bunun tam olarak ortasından, bunun tam olarak ortasından, bunun ortasından sonra bunların hər birinin təkər ortasından, yəni bunu gərək böyük bir formada çəkəsiniz ki, bu görə biləsiniz. Yəni mən bunu heç cürə səliqəyə çəkənmərəm, özümü bilirəm axı. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 də burada. İndi eyni şeyi bunun üçün edəcək. Bunda birbaşa cütədətli tən ortaya götürə bilərəm. İndi bunu düşünün ki, mən bu xəttləri gətirib aşağıda da birləşdirməliyəm. Gəlin size imtihanı özündən xəttkeş yaparım. En yaxşısı bizim gözəl şagirdimiz Zeynəbin Excel'də çəkdiyi variantı sizə təqdim edə bilərəm. En yaxşısı odur yəni. Bu şəkildə burada biz bunu göstərək. Deməli, gördüyünüz kimi sütun 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 və 17 sütundan və həmçinin 1-dən 20-yə qədər sətirdən ibarətdir. Sağ küncdən başlayır, buradan başlayır bu şəkildə ox 45 dərəcə bucaq altına atılır. Gördüyünüz kimi baxın bu diagonal boyunca davam edir. Gəlir ilk toqquşması buradadır. Ardından 90 dərəcə dedim ki, yəni 45 gəlirsə, 45 gedirsə, bu arada əmələ gələn xətt neçə olmalıdır? 90 dərəcə bucaq altında olmalıdır. Gördüyünüz kimi buradan dərhal bu 2-yə doğru yönəlir. 2-dən gəlir 3-ə, 3-dən 4-ə, 4-dən 5-ə, 5-dən 6-ya, 6-dan 7-yə, 7-dən 8. Bu şəkildə davam edir. 9, 10, 11, 12, 13, 14, 15, 18, 19, 20, 21 bu formada davam etdikdən sonra 25 və 26, 27, 28, 29 və ən sonunda gəlib 30 burada alt hissədə olmuş olur. Yaxşı, mən tutaq ki, indi burada belə bir şey eləsəydim. Bunlara bir köp tapsaydıq da ki, 20 ilə 17-yə bir ortaq ədəd tapsaydıq. 340. Mənə nəsə verə bilərdim o. 30-cu deyir. Toxunuşda hansı kənara dəyir? 30-cu toxunuşda. Lap böldük deyək ki. Qaldı 11. Tam qismət 11 qalı 10. 10 mənə verə bilər ki. Bununla bağlı bir maraqlı bir araşdırma edəm. Çünki bu sual çəkməklə nə bilim orada damadama bir hissə və s. onu əldə eləmək çox qəliz məsələdir. Böyük ehtimal ki, bunun nəsə bir vardı bir nəsə izahı da biz bilmirik ya da ki. Amma bunu öyrənmək olar ki, bu necə eləmək olar. Bu 21-ci sual məndə qalsın. Bunu bir maraqlanaram. Görüm əgər hər hansı bir şey taparamsa. İndi hazırda çox gecdir və çox yorğunum. Hazırda tapa bilmirəm yəni. Yenə deyirəm. ChatGPT-nin verdiyi variant da altdır və həmçində orada çəkilən diaqramda gördüyünüz kimi Excel'də çəkilən hissədə də biz alt hissəni görürük. Amma mən təəssüf olsun ki, bu dəqiqə üçün kömək edə bilmirəm. Gələk 22-yə. Deməli, təyyarə yerə paralel və şimal istiqamətində uçur. Tamam. Bu dəqiqə üçün təyyarə yerə paraleldir. Bu formada göstərir. Biz bunun alt hissəsini aşılamalıyıqsa. Mən barmağım olsun bunun alt hissəsi. Aşama. Da ki belə. Şimal istiqamətində uçur. Pilot təyyarəni aşağıdakı kimi hərəkət etdirir. 90 dərəcə yuxarı qalxdı.
90 dərəcə sağa döndü. 90 dərəcə sola döndü. Bir də 90 dərəcə sola döndü. Pilot aşağıdakı hərəkətlərdən hansını deyir? Təyyarəni ilkin vəziyyətə gətirmək üçün bu dəqiqə üçün belədir. 90 dərəcə sola döndərsə, ən axırıncı və sola döndərmişdə. 90 dərəcə sağa döndərsə, bu şəkildə nə edəcək? Sonra 90 dərəcə aşağıya istiqamətləndirsə, əvvəlki formasını ala bilir. Bəs yaxşı, əvvəlcə 90 dərəcə aşağı əyib, sonra 90 dərəcə sola döndürsə, böyük ehtimal bu şəkildə döndüyünə görə olmamış olar deyə düşünürəm. O zaman belə qalar. Yəni, o məntiqlə düşünsə, əgər təyyarə 90 dərəcə sağa və sola bu şəkildə dönməyəcək üçün, təyyarə çünki belə dönəcək üçün, baş barmağımız bizim olsun, təkərimiz bu şəkildə idi təyyarə bu formada. Şimal istiqamətində uçur. Şimal istiqamətində 90 dərəcə qaldırır onu belə, düz yuxarıya doğru. Sağa döndərir, sonra sola döndərir, sonra təzədən bir sola döndərəndə bu formada artıq gəlib düşmüş olur. Deməli, onun əvvəlki vəziyyətinə qaytarmaq istəyilməlidir. Deməli, sağa döndərib, sonra isə aşağı əyməlidir. Burada da C variantı uyğun gəlmiş olur. Yəni, mən burada düşünürəm ki, cavab C olacaq. Çünki əslində bunlar belə baxdığımızda sağa və aşağıya, burada da eyni şeydir. Aşağı və 90 dərəcə sağa dönəcək. 2 dəfə sola döndərmişdi də. Sağa və aşağı. Aşağı və sağ da var da burada. B variantı oxşar fikirdir C ilə. Amma məntiqlə düşündüyümdə elə deyildi. Çünki bu şəkildədirsə 90 dərəcə aşağı indirsə, 90 dərəcə sağa deyəndə yenə də belə dönəcək təyyarə. Çünki o maşın kimi dönəsə deyiləm, belə dönməyəcək. Yenə də bu formada dönəcək. O səbəbdən də C variantı daha düzgün olduğunu düşünürəm 22-də. 23-də cədvəlin boş kvadratlarını müsbət tam ədədlər elə doldurun ki, istənilən 3 ardıcıl üfüqi və aşağı qrup ədədlərin cəmi 40-a bərabər olsun. Bu içərisində hansı ədəd yazılmalıdır? Bu tipli illərdə birisi ki, uşaqlar nə verilibsə hamısı təkrarlanacaq, yəni bunu 100% bilin. 15, 14, deməli, ikisi birlikdə 29, 12. Bu çox qəşəkdir, bax belə. 14, 15, 15 geçsək. İstənilən 3 ardıcıl üfüqi və ya aşağı ədədlərin cəmi 40-a bərabər olsun. İstənilən 3 ardıcılda üfüqi və ya aşağı. 15, 14 bizə 19'u verir. Bizə orada bir 13'e ihtiyacımız olur ki, 12, 13, 15 və ya 14, 10, 16 ardıcıllıq almalıyıq. Deməli, bu 15 bu şəkildə təkrarlansa, burada bir də 15. 15'imizin 12'miz var, bunun 13'ü də olmalıdır, düşünürəm. Mən bura 12 atsam, bunun yuxarısına 13 atsam, buranın biz 40'a tamamladığını görürük. Və eyni şəkildə davam etmək üçün bura yenə təkrar 12 atmalıyam. Bura 12 atsam, 12, 14, 26 olur və təzədən 14 atmalıyam ki, bunu pozsun. Bu sefer də 14, 14, burada 12 atsam, 14, 10, 24 və buradan inəməliyəm. 16'ya getmiş olur. Yox, bu yanaşmam səhv olar, bu şəkildə çəkməklə səhv eləyərəm. Müsbət tam ədədlərlə doldurun ki. 15, 15, 15, 10 eyni yerə düşüb. 14, 14, 12'ni eyni yerə salsam bəs. O zaman necə olar bəs? 10 bu sırayla gedirəm. 10, 10, 14. Bu sıraya bir 12 yazsam. 12 yazsam, bu zamanda 12 bunlarla toqquşanda 13'ü təzədən gətirməliyəm da. 15'lərlə 12. Yox, burada Zəhran variantı ilə geçsəm mən də. Birisi ki, normalda bu şeylərin hamısında təkrarlanma olur da.
15 ilə 10 hardasa üst-üstə düşəcəkmi deyə baxıram bu dəqiqə üçün. Necə gedəcəklərsə. 15, 12 və 13'ü yazdım. 15, 13 tezdən burada 12 və 14'ü də yazdım. Üçlü geçeceklərsə. 15 burada bu sıralamada bəs necə eləyərik? 15 14'ün arasına düşməsi üçün 12 14'ü təkrar, yəni burada 12'nin gedəcəyi xətlə geçsəm 14 təzədən yenə 12, yenə bunun yanına 14, yəni 40 40 40, yenə bura 14 12 14, yenə bir də 14'də yanaş olmaq şərti ilə belə düzüləcəkdir. 14, yenə də 12. Gəldik bu sıraya. Bu sırada 13'dür, 15, 12'dir. 14'ü tamamlamaq üçün bizə nə lazımdır? Və burada sıxıntı yaratmayacaq bir şey. 13 ilə də sıxıntı yaratmamalıdır ki, 13, 12 ikisi birlikdə 25 edirlər. Bura 15 yazmağımla bu iş düzəlir. 13, 12, 15 isə təzədən buraya yenə gələk mən nə yazım? 13'ü yazıram. Təzədən bura 12 yazım və burada gəlir 10 işləri korlayır. 10 işləri korlamaması üçün 14'ün düşdüyü hissədə 14, 10, 24 hissəsinə mən nə etməliyəm? Buna müdaxiləçi 16 yazmalıyam gələ el olanda da, el olan halda da. Yox. Bu formada gedə bilmirəm. Yəni ədəd yazıb doldurmaqla burada biz sıxıntı yaşayırıq, yəni ciddi sıxıntı yaşayırıq. Mütləq şəkildə bu bərpa olunmalıdır. İstənilən 3 ardıcıl üfüqi və ya şaquli kvadratda 3 dənəsi verməlidir üstəlik, bunu deyir bizə. Yaxşı, 15, 12'nin yanında 13'ü yazmışamsa. 13, 10 ilə necə bir bağlantı qurur? 17 üzərindənmi? Bu gedib əvvəldən nəsə sıxıntı yaradacaqlardan da bunlar. 12, 15, 13, 15, 13, 28, burada nə olacaq? 12. Burada məcburdur artıq 14 olmaq. İndi 14, 17 varındır. Bura nə yazacaqsan ki, onu düzəldəsən? Okey, indi anladım. 3 ardıcıl üfüqi və ya şaquli. Yəni deyir, yəni bunu üfüqi apar ya da şaquli formada apar. Tamam, o zaman biz elə bunu axıra qədər şaquli gedərik də. Üfüqi yoxdur, ancaq birini eləməliymişik bunun. İkisini eyni vaxtda eləyə bilmirik. Birini eləməliymişik. Okey. 12, 13, 15, 12 formasında. Bu bizə verir. Burada indi eyni dəyəri gətirək. 14 14 12 verdi. Burada da bir də 14 atalım. Yəni bu formada apara bilərmişik biz bu arada buradan. 14'lərin düşdükləri yerlərdən. İndi ulduz yerləşən hissəyə gəldiyimizdə eyni formanı yaratmağım üstündə. Çünki burada 12'dirsəm 12, 15 məsələn 13'ün düşdüyü yerdir. 10'luq sıra olduğuna görə məncə ən yaxşısı elə şaquli istiqamətdə baxmaqdır. O zaman bəli, təkrarlanma elə doğrudur. Təkrarlanma baş verir, bəli. Təkrarlanma baş verirsə, deməli burada 10 gedir. 12, 15'in hissəsinə düşdüyünə görə 12, 15 hər iki dənədən bir hamısı bir-birini təkrarlayır. 12, 12 və 12, 15 olduğuna görə bura məcbur yenə də 13'ün düşürəm. Doğrudur. Bu da yenə də doğru olmasının tək səbəbi və ya məsələsidir. Və ya. Yəni deyir ya üfüqi bax ya da şaquli bax. İkisi də eyni vaxtda mümkün olmur, təəssüflər olsun ki. 24'də deyir ki, bəs 3, 4, 5, 6, 7, 8 və 9 ədədlə verilmişdik. 7 dairəyə elə yazan ki, hər 3 xətt boyunca bərabər cəmlər əldə edilsin.
1, 2, 3 hissədən ibarətdir də bu cəm, düzdürmü? Bu toplayanda deməli 3-ə bölünməsində bir problem yaradacaq ya da 3-ü mərkəzə yazaram. 7, 12, 18, 25, 33 və 42. Bu zaten 3'e bölünür və neçə verir bizə? 14, düzdürmü? Mərkəzə mən 3'e bölünməz söhbətinə görə elə mərkəzə 3'ün özünü yazaram ki, mənə sıxıntı yaratmasın. 42-dən 3'ü çıxandan sonra yerdə qalır neçə? 39. 39'u da 3'e bölünür neçə? 13. Deməli eləyəcəm ki, hər biri 13-13 olsunlar. Yəni 9-dan 4, 8-dən 5 və 7-dən 6 bu şəkildə yazmaq olar bəli. Bütün mümkünatların cəmi neçədir? Sual işarəsi ilə işarələnmiş sizə yazıla biləcək bütün mümkün ədədlərin cəmi neçədir? 3'ü yaza bilirəm. Ardından eyni məntiqlə bu səfər də 6'nı yazaram. 42'dən 6'nı çıxaram. 36'nı bölərəm 3'ə. Bu səfər də 12'ləri alacağam. 12'ləri almaq üçün indi burada 6 yazdıq. 12'ləri 4 ilə 8, 9 ilə 3 olur. 7 ilə də 5 olur. Daha 3, 4, 5, 6, 7, 8, 9. Aha, bu da ödədi. Bir də son olaraq deməli bu oldu. İndi bir də 3, 6, 7, 9 yaz. Amma mərkəzi amma 3'ə bölünmə yazmağa məcburuq da. 42 çıxılsın 9, bu da verir bizə nəyi? 33'ü 11'ləri yazacağım indi. Burada 9 yazmışıq. 8 ilə 3'ü, 6 ilə 5'i, 7 ilə də 4'ü yazacağım. Bu şəkildə. Deməli 3 ola bilər mərkəzdə, 6 ola bilər mərkəzdə, 9 ola bilər mərkəzdə. Bu da deyir neçə? 18, yəni Y variantı olmuş olur. Davam sonuncu suala baxaq. Aşağıdakı toplama əmrində hər bir hərf bir rəqəmi ifadə edir. Verilən cəm nəyə bərabərdir deyir. Aha, biz birinci növbədə bunu təyin etməliyik. A, B, C, D üstə gəlsin. B, D, Y, F üstə gəlsin. Y, S, B, D bərabərdir 3, 2, 8, 0 və 1'ə. Maraqlıdır. ABY-nin cəmi o qədər böyük ədədlər deyilmişdir. D, F, D təzədən 3 alınıbdır. Bir çox şey ola bilər. Bir çox şey. Verilən cəm nəyə bərabərdir? Burada D, D, F-dir təzədən. Bunun artıq D, F, D, 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 F eyni şeydir. Son rəqəmi 3 olacaq. Y, S, B, S, Y, B eyni şeydir. Deyəsən axırı kimi eyni şey geçəcək. S, D, B, S, D, B eyni şeydir, 8'dir. Bunu salımsız yəni finala. Y, A, B, Y, A, B. Yəni də D variantı olmuş olur. Yəni nə bilim 25-ci sualda bu yaraşmadı. Yəni alt-alta yazan bir adam bu rahatçılıqla görə bilir. Böyük ehtimal düşünürlər ki, bunlar minliklər, yüzlüklər, onluqlar mərtəbəsinə ayrılaraq eləyəcəklər, amma yəni faktiski bu şəkildə bunu həll etmək olur. Belə yəni 3-4 ilə münasibətdə 5-6 suallar məncə daha yaxşı idi, daha maraqlı suallar var idi. Yəni bir dənə o bilyard məsələsi xarici onu necə yazacağımla bağlı heç bir fikrim yoxdur. Yəni çəkmədə onu necə yaza bilərəm bilmirəm. Sadəcə onunla bağlı düşünmək lazımdır ki, bəlkə də nəsə bir yolu var, amma mənim bu dəqiqə üçün ağlıma gəlmir. Belə, bugünlərdə sizlərlə Kenguru 2025-ci ili 5-ci 6-cı sinifin final suallarına baxdıq. Qeyd etdiyim kimi böyük ehtimal ki, indi bu video sonrası yəni restore olunacaq. Nə vaxt ki, Kengurunun PDF-i çıxacaq, o zaman biz bunu restore edəcəyik, amma hazırda bu şəkildə baxmalı olduq. Belə, növbəti videolarda görüşmək ümidi ilə hələlik sağ olun.